Rəhman və Rəhim olan uca Allahın adıyla Allah bütün şəhidlərimizə rəhmət etsin, məqamları uca olsun, məkanları cənnət olsun. Allahın Rəsulu necə vəd verir ki, onlar mənə qonşu olar. Allah onları öz Rəsuluna, Əhl-i Beytə, Həzrəti İmam Hüseyin əleyhissalama qonşu eləsin. Həqiqətən də şəhidlik böyük zirvədir. Açığı biz danışırıq, onlar yaşayır. Bizim danışdığımız Quran-Kərimdən olan ayələrdir, Peyğəmbərimizin hədisləridir. İslam uğrunda canlarını qurban verib o şəhidlik zirvəsini qazananlardır. Onlar ancaq danışmadan əməli olaraq bunu həyata keçirdilər. Uca Rəbbimiz Quran-Kərimdə buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz. Ümumiyyətlə, bizimlə paralel dünya arasında bir pərdə var. Allah Quran-Kərim bir ayəsində buyurur ki, Bismillahirrahmanirrahim وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ İnsanları və cinləri yarattım ki, bizi tanıyıb ibadət etsinlər. Amma biz bu günləri o paralel dünyada onları görə bilmirik. Və yaxud da mələklər var, mələkləri də görə bilmirik. Yaxud da özümüz sadəcə maddi bir varlıqdan ibarət deyilik. Bizim cismimiz var. Bir də Allah ruh verib, o ruh ana bətnində 4 aylıqda Allah tərəfindən hər bir körpə üçün verilmiş olar. Təkcə ruhla bitir, ruhla da bitmir. Uca Rəbbimiz bir hədis qüdsüdə buyurur ki, mənim ərşim nə yerə sığar, nə göylərə sığar, amma mömin bir qulumun qəlbinə sığar. Quran-Kərimdə Rəbbimiz qəlbə fuad deyir. Yəni bir insan həm cisim daşıyırsa, həm ruh daşıyırsa, bir də qəlb daşıyır. Allah da buyurur ki, mənim ərşim nə yerə sığır, nə göylərə sığır, amma mömin bir qulumun qəlbinə sığır. Digər tərəfdən Uca Rəbbimiz insanın nəfsindən bəhs edir. Nəfsin 7 mərtəbəsi var. Quran-Kərimdə də bunların hər birinin fərqli-fərqli adları keçir. Ən üst səviyyəsi Safiyyə mərtəbəsidir ki, təmizlənmiş, paçlanmış nəfslər sayılar. Və yaxud siz də söhbət etdiniz, anamız da danışdı. Həqiqətən onlar seçiliblər, ixtiyarları öz əlində deyil. Və Allah kimləri seçər? Allah öz dostlarını möminlərin, insanların içərisindən seçər. Şəhidlik də bir zirvədir. Necə zirvədir? Allah onları Rəsula qonşu edər. Əhl-i Beytə qonşu edər. Həzrəti İmam Hüseyin əleyhissalama qonşu edər. Dinimiz buna torpaq uğrunda, vətən uğrunda, din uğrunda, namus uğrunda canlarını qurban verən şəhid sayılır. Əslində onlara o dəyəri qazandıran dindir, İslamdır. Və şəhid sözünün mənası nədir? Şəhid, şəhid olduğu zaman, şəhid olduğu anda cənnətdəki məqamını seyr eləyər. Allah onlara o gedəcəyi yerin zirvəsini göstərər, hələ dünyadan köçməmiş. Qanları torpağa düşmədən bütün günahları məğfirət olunmuş olar. Şəhidlik elə bir zirvədir ki, Uca Rəbbimiz onlara şəfaət haqqı vermək nəsib eləyər. Şəfaət nədir? Biz məhşərdə hər birimiz möhtac olacağıq. O məhşərin çətin vaxtında, çətin anında onlar öz yaxınlarından 70 nəfərə, yəni istədikləri insanlara Allah onlara imtiyaz verəcək ki, o insanlara şəfaət etsinlər. Təbii ki, burada önəmli olan biz şəhid ailələrlə görüşəndə görürük ki, onların özlərinin də etirafı ondan ibarətdir ki, iman şərtdir. Mən şəhid atasıyam, şəhid anasıyam, artıq qurtuldum, xilas oldum deyə bir şey yoxdur. Əgər onlar dəyərlərə inanaraq canlarını qurban verdilərsə, torpaq uğrunda canımı qurban verirəm, Allah mənə şəhidlik zirvəsi verir. Bayraq uğrunda canımı qurban verirəm, Allah mənə şəhidlik zirvəsi verir. Dinim uğrunda canımı qurban verirəm, Allah mənə şəhidlik zirvəsi verir. Əslində, biz həmişə söhbətlərimizdə vurğulayırıq ki, onlar sadəcə torpaq almalı ki, yəni torpağın içərisində bizim babalarımızın, əcdadımızın torpaqlaşmış məzarları var idi. Seyidlərimizin məzarları var idi, pirlərimizin məzarları var idi. Əksəriyyətini dağıtdılar, amma tarixdə onlar var. Allahın izni ilə bərpa ediləcək o pirlər, o ocaqlar, o seyid məbədləri, o dəyərləri bizə qaytardılar. Məscidlərimiz bərbad vəziyyətdə idi. Məscid səcdə edilən yerdir, Allaha ibadət olunan yerdir. Möminlər, müsəlmanlar yenidən Allaha ibadət etsin deyə o məscidləri təmizlədilər.